Paytaxtda daha bir ərazidə köhnə yaşayış binasının sökülməsi gecikir. 100-dən artıq sakinin köçürülməsi baş tutub. Lakin binanın qəzalı vəziyyətdə olmasına baxmayaraq 13 ailə ərazidə layihə icra edəcək şirkət ilə razılaşa bilmir. Səbəblərini əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb. Öz adıma deyirəm ki, ən axırıncı adam belə mən olsam, mən buradan çıxası adam deyiləm. Razılaşma yoxdur. Ona görə ki, burada qalan bir otaqlı mənzilinə biraz böyük sahələr istəyirlər. 2 otaqlı mənzil istəyirlər. Zavodun içilərini ev vermədim. Sonra qalan evlər sata-sata getdi. Paytaxtda qəzalı vəziyyətdə olduğu üçün sökülməsi qərar verilən binalardan biri də Nizami rayonu Kamil Balakişiyev küçəsi 6, drop 10 ünvanındakı 5 mərtəbəli binadır. Bir neçə ay ərzində binada yaşayan 129 ailədən 116-sı ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma olub. Müqavilələr bağlanılıb, notariuslar və evlərini boşaldıblar. Qalan 13 nəfərin bu məhkəmədədir. Bu şahidlər tikinti şirkəti ilə razılığa gələ bilməyən 13 ailədən bir neçəsidir. Deyirlər ki, şirkətin onlara təklif etdiyi kvadratın az olması və eyni zamanda veriləcək kompensasiyanın məbləğinə Nizami rayon ərazisində mənzil ala bilmədiklərinə görə çıxmaq istəmədiklərini əsas gətirirlər. Razılaşmayan ailələrin bu günə qədər tələbi ərazidə tikilən çox mənzilli binada onlara mənzillərin kvadratına uyğun olaraq təmirli mənzil. Qarşı tərəf isə bu günə qədər razılaşan ailələrə yalnız təmirsiz mənzillərin kvadratına 20% artıq olmaqla mənzil verib. Ancaq çıxmayan ailələr, yəni evlərinin söküntüsünə razı olmayan ailələrə Sabunçu və Xəzər rayon ərazisində təmirli fərdi həyət evləri təklif olunur. 24 kvadrat mənzilimə mənim hardasa 35 kvadrat, 38 kvadrat belə mənzil deyib. Onu da remontsuz deyir, özünüz remont eləyir. Mənim də o imkanım yoxdur. Cəmaatı evlə təmin eləsin, yüngül remontla. 2 otaqlı 42 kvadratlıq evim var. 42-də mən 2 otaq, bir kuxna, hamam, tualet, hər bir şeyimi var da. Amma onların məsəl üçün 48-də, 45-də bizə təklif elədiklərini deyirəm. 51-də bu şəraiti yarada bilmirik. Bəs həqiqətənmi şirkət tərəfindən sakinlər arasında ayrı seçkilik edilib? Həqiqətən indi eşidirsən, bilirəm, gedib orada da görürəm ki, hamıya da remontlu verir. Sizə verdikləri o təmirsiz ev neçə kvadratdır? 41. Onun üstündə əlavə pul ödəniş edirsən. O ki qaldı, şirkətin razılaşmayan sakinlərdən əlavə kvadrata görə pul tələb etməsinə. Bizdə olan sahənin, deyək ki, özündə olan sahənin üstünə 20%-ni gəlirik. 20%-dən sonra əlavə olacaq sahə, indi bizim də orada güzəşt var. Onun əlavəsinin ödənilməsini. Amma məsələn, bir sakin deyək, bir otağı var 20 kvadrat, 18 kvadrat. Buna görə əgər məndən 70 kvadrat istəyirsə, təbii ki, bunun əlavəsini ödəməlidir. Orbita MTK-dan bildirildi ki, razılaşmayan sakinlərin şirkətdən istəyi və tələbi həddən artıq çox olduğu üçün məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilib. Məhkəmənin verəcəyi son qərara uyğun addım atılacaq. Bu binada qiymətləndirilmə də çıxarılıb, ekspertizanın da rəyi var. Burada bir otaqlara 37.000, 37.400 bu ətrafda qiymət çıxarılıb. Və bizdə kompensasiya kimi 45.000 təklif edirik. 2 otağa nə qədər? 2 otaqlar sahəsinə görə olur 58-60.000-ə qədər. Mövzu ilə bağlı Nizami rayon icra hakimiyyətindən heç bir mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.